Azərbaycanın ən iri şirkətlərindən biri olan Nurgün Qrup məhdud məsuliyyətli müəssisəsinin dövlət büdcəsinə böyük miqdarda vergi borcu olduğu məlum olub. Məlumata görə holdinqin hazırda 159.972 manat məbləğində vergi borcu yığılıb. Bir xəbər Media 32 gün aza istinadən xəbər verir ki, hazırda Nurxan Əliyev şirkətdə yüksək vəzifə tutur. Hətta Nuri Əliyevin əsas işləri artıq oğluna təslim etdiyini və holdinqin idarəçiliyinin faktiki olaraq Nurxan Əliyev tərəfindən həyata keçirildiyi bildirilir. Xatırladaq ki, əsası 94-cü ildə qoyulan Nurgün Şirkətlər qrupu ölkədə avtomobil satışı ilə məşğuldur. Qeyd edək ki, Nurgün Motorsun sahibi tanınmış iş adamı Nuri Əliyevdir. Onun oğlu Nurxan Əliyev 2017-ci ildə paytaxtın Rəşid Behbudov küçəsində polisin qanunu saxla əmrinə məhəl qoymayaraq asayiş keşikçilərini təhqir etdiyi üçün gündəmə gəlmişdi. Məhkəmə qərarı ilə Nurxan Əliyev polisin əmrinə tabe olmamaqla təqsirli bilinərək 15 sutka müddətinə inzibati həbs edilmişdi. Hadisədən sonra iş adamı Nuri Əliyevin oğlunu cəzalandırmaq məqsədi ilə onun lüks avtomobilini əlindən aldığı barədə məlumatlar da yayılmışdı.